9'adır. Yəni bu suallar sizə ümumiyyətcə ay meydan ölçüsüdür falandır. Bu tip suallar sizə heç vaxt düşəsi deyil ki, voleybol meydanının ölçüsü 18 metrdir, 9 metrdir. Bu suallar artıq tarix olur, çünki çox sadə suallardır. Bu getdi. İndi gəldik nəyə? Voleybolda ümumiyyətcə komandanın heyəti 12 nəfərdən ibarətdir. Bir komandanın heyəti. Sizə sual düşsə ki, komanda meydanda, diqqətlə dinləyin, meydanda neçə nəfər olmalıdır ki, oyun başlasın? Bizə söhbət meydandan gedir. Bax, demir ha, bir komandanın meydanda. Orada hamı karxıb 6'nı götürəcək, 6 cavabı səhv çıxacaq. 100% deyirəm sizə. Baxın, sizə sual düşür ki, meydanda. Meydanda deyiriksə, meydanda mütləq şəkildə 12 nəfər olmalıdır ki, oyun başlasın. Yəni 11 nəfərlə, 10 nəfərlə, 9 nəfərlə voleybol başlamır. Meydanda mütləq şəkildə 12 nəfər olmalıdır ki, oyun başlasın. A'dan da 6 nəfər olmalıdır, B'dən də 6 nəfər olmalıdır. Bu öz yerində. Yəni azlıqda oyun başlamır, azlıqda da davam etmir. Hər komandanın əsas və ehtiyat oyuncusu nə qədərdir? Əsas və ehtiyat oyuncusu müəllimlər. A'da əsas 6 nəfərdir, B'də də əsas 6 nəfərdir. 12 tən yarıya bölünür. 6'sı əsasdır, 6'sı isə ehtiyatdır. Və mütləq şəkildə hər komanda deyirəm, A'dan da 6 nəfər meydanda olmalıdır, B'dən də olmalıdır ki, oyun başlayaq. İndi bizə sual düşəndə fərqli düşür. Biri var deyir ki, meydanda bir komandanın, yəni məsəl üçün A komandasının meydanda neçə nəfər oyuncusu olmalıdır ki, A komandasının meydanda neçə nəfər oyuncusu olmalıdır oyun başlamaq? Bir komanda A'nı nəzərdə tutur, 6. B komandasının neçə nəfər olmalıdır? B komandasında da 6 nəfər. Bir komandanı soruşursa 6 götürürsən, mütləq şəkildə. Amma sual düşsə ki, komandanın meydanda oyuna başlaması üçün, ümumiyyətcə oyunun başlaması üçün meydanda neçə nəfər olmalıdır? Meydanda deyirsə 12 nəfəri nəzərdə tuturuq. Nəyə görə 12 nəfər